Hər birinizə salamlar. Bildiyiniz kimi e-ticarət edə bilmək üçün bizim şirkətə ehtiyacımız var və şirkətimizin də bir çox xidmətlərə ehtiyacı var. Məsəl üçün adres, vergi, VAT registrasiyası və s. kimi. İngiltərədə açılan şirkətlərin bir çoxunda bir ildən sonra adresimizi yeniləməyə ehtiyacı olur. Onun üçün də bizə sərfəli adres xidməti verən bir platforma lazımdır. Elə isə bu videoda sizə bir platformadan bəhs edəcəm. Həmin platformada siz sərfəli şəkildə şirkət qurulumu, adresinizi yeniləmək, digər bütün xidmətləri əldə edə bilərsiniz. Beləcə sayta daxil olanda, bu arada saytın linkini açıqlama hissəsinə yerləşdirəcəm. Oradan birbaşa daxil ola bilərsiniz. Burada bizim önümüzə UK şirkətləri üçün virtual adres xidməti çıxır və gördüyünüz kimi çox ucuz qiymətə, heç 1 pound deyil həftəliyi və aylıq da 4 pounddan daha az qiymətə gəlib çıxır. Bu qiymətə siz şirkətiniz üçün adres registrasiya edə bilərsiniz. Aşağı indi baxırıq ki, UK şirkətləri üçün Londonda və İngiltərədə biz adres ala bilərik. Üstəlik Glasgow, Edinburgh, Belfast və s. kimi müxtəlif yerlərdə ala bilərik. Biraz daha aşağı enəndə isə burada 7 dənə fərqli location görə bilərik ki, bunlar ən çox seçilən lokasiyalardan biriləridir. Məsələn, Edinburgh, mərkəzi London, Oxford Street bu kimi yerlər daha çox seçilən yerlərdən biridir. Biraz daha aşağı enirik. Burada isə bizim paketlərimiz var. Biz paketlərə baxa bilərik. İki cür paket var. Biri rüblük planlardır, digərləri isə illik plan. Rüblük plana baxanda görürük ki, burada basic, standart, advanced və premium planları var. Hər birinin qiyməti münasibdir. Deməli, gəlin birinci basic plandan başlayaq. Basic plana baxanda görürük ki, burada ilk növbədə UK Ltd Company Formation var, yəni fee var və 50 pound dəyərindədir. Bunu dövlətə ödəmək məcburiyyətindəyik. Çünki bizim company house-a ödədiyimiz bir fee var. Daha sonra aşağı hissəsində registered office-dir, yəni business company üçün office-dir. Daha sonra virtual business adresimizi, mail handling, yəni ki, gələn mailləri onlar götürürlər və bizə yönləndirirlər 10 posta qədər. Və digər şeylər isə bağlıdır. 14 gündə money back garantisi var. Yəni 14 gün ərzində pulunuzu geri ala bilərsiniz, əgər xidmətdən razı qalmasanız. Standart paket bu ən çox seçilən paketlərdən biridir. 2.99 pounddur həftəliyi. Yenə burada 50 poundluq servis fee-ni ödəmək məcburiyyətindəyik. Yenə biznes adresləri, virtual biznes adresi. Burada yenə bizim hər ay maillərimizi 10 posta qədər qəbul edən bir xidmət var. E-mail və scan xidmətləri var. Sonra bizə free nömrə verir. Yəni UK nömrəsi verir ki, 250 dəqiqəyə qədər biz oradan zəngləri qəbul edə bilərik. Yəni ki, xarici zəngləri qəbul edə bilərik. Bütün paketlərdə bu arada 14 günlük bir müddət var. Həmin müddət ərzində sizin əgər xoşunuza gəlməsə və qiymətdən razı qalmasanız, pulunuzu geri ala bilərsiniz. Aşağı hissəyə endikdə isə burada toplam rüblük hansı məbləğə gəlib çıxacağını görürük. Minimum 12.87 pounddan başlayır, maksimum isə 90.87 pounda qədərdir. Daha sonra advanced plan var. Bu advanced planda bizim company house-a göndərəcəyim 50 poundu onlar free olaraq qarşılayırlar. 2 dənə biznes adresi registrasiya edə bilərik. Daha sonra yenə virtual biznes adresləri verirlər. Bu paketdə aylıq 20 posta qədər bizim maillərimizi qəbul edirlər. Daha sonra burada da yenə scan və e-mail xidmətləri mövcuddur. Aşağı CNN-də isə görürük yenə bir UK line verirlər. Sadəcə burada 500 dəqiqə olur. Biraz da aşağı enəndə toplam rüblük qiymətinin 64 pound olduğunu görürük. Ən sonda isə premium var. Premiumda da tək əlavə olan yenə 7/24 zəngləri cevablama, aylıq 1000 dəqiqəlik zənglərə imkan verir. 3 dənə company biznes adresi bağlaya bilərik və aylıq 30 dənə maili onlar handle edəcəklər. Bunun da toplam qiyməti olacaq 90 pound və burada da o company house-a göndərəcəyimiz 50 pound bir məbləğ free olaraq, hədiyyə olaraq bizim xeyrimizə qalır. Biraz daha aşağı enəndə isə burada sual-cavab hissəsində bəzi sualları görürük. İlk sual ondan ibarətdir ki, mən fərqli bir adamın adına açdığım biznesi təsdiqləyə bilərəmmi? Yəni onun virtual office adresini yeniləyə bilərəmmi? Bu sualın cavabı hədir. Yəni bütün məlumatlar sizdə varsa, əks sizdə varsa, başqasının adına açdığınız bir şirkətində adres xidməti yeniləyə bilərsiniz. Daha sonra sənədlər və s. haqqında bütün məlumatları buradan almaq mümkündür. İndi isə ən yuxarıya gəlirik. Buradan virtual ofislərə baxırıq. Kanadada, İngiltərədə, Amerikada virtual ofislər mövcuddur. Company hissəsinə baxırıq. Yəni ki, burada Kanadada, İngiltərədə və Amerikada şirkət açmaq xidmətləri mövcuddur. Hansı əlavə xidmətlər var? Mən videonun başında bəhs etdiyim kimi, ilk hesabatın doldurulması xidməti var. Daha sonra ad dəyişikliyi xidməti var, struktur dəyişikliyi xidməti var. Məsəl kimi burada communication hissəsində isə virtual nömrələr tapa bilərik. Məsəl üçün Kanada üçün, Amerika üçün, İngiltərə üçün bu kimi virtual nömrələr əlavə edirik. Yəni burada business support solution hissəsində isə fərqli xidmətlər mövcuddur. Məsəl üçün loqonuzu yaratmaq, ofislər yaratmaq və sizin markanızı İngiltərədə qeydiyyatdan keçirmək kimi müxtəlif xidmətlər mövcuddur. Biz isə başlayaq adres yeniləmə hissəsində. Buradan indi standartı seçəndən sonra aşağı hissəyə gəlirik və indi adres seçmək lazımdır. Hansı adresi istəyirik? Məsəl üçün elə birinci London adresini seçirik və subscribe-ə basırıq. Bu hissəyə gələndə artıq bizim 2 dənə variantımız var. Birincisi özümüz bir adres yarada bilərik. Burada hər şeyi özümüz seçmək məcburiyyətindəyik. İkincisi də biz avtomatik olaraq icazə veririk ki, bizim üçün adres yaratsın. Buradan davam edirik və növbəti hissəyə keçirik. Burada soruşur ki, istəyirsinizsə bayaq
qeyd etdiyim 50 poundluq bir ödəməni edərək şirkət aça bilərsiniz. Bu artıq yeni şirkət açanlar üçündür. Aşağı hissədə isə sadəcə deyirsiniz ki, ehtiyac yoxdur, ancaq mən virtual adres istəyirəm. Virtual adresi seçirəm və davam edirəm. Okay, bu hissəyə gələndən sonra bir sign up formu yaratmaq lazımdır. Bu form hissəsində biz özümüz öz məlumatlarımızı qeyd edəcəyik. Daha doğrusu şirkətin məsul şəxsi, adını açdığınız şəxs kimdirsə, onun məlumatlarını qeyd etmək lazımdır. Öz məlumatlarımızı belə dolduraq bu hissəyə. Yaşayış adresimizi, doğum ilimizi burada gün, ay və il olaraq seçilməlidir. Okay, bu hissələri hamısını doldurandan sonra indi isə mailimizi yazırıq və verify edirik ki, bizim mailimizi yeniləsin. Verify edəndən sonra bizim mailimiz təsdiqlənmiş olacaq. Bura şirkətin adını yazırıq və davam edirik. Okay, indi isə bizdən soruşur ki, hansı əlavə xidmətləri istəyirsiniz? Burada müxtəlif fərqli xidmətlər var. Bizim heç birinə hələ ki ehtiyacımız yoxdur. Ona görə də birbaşa davam edə bilərik. İndi isə bizə əlavə olaraq təkliflər verir. Biz bütün banklarla bizim Assistin bir əlaqəsi var. Yəni bu platformanın bir əlaqəsi var və işbirliyi var. Burada gördüyünüz İngiltərədə olan banklardır və İngiltərədən kənarda olan insanlar da bunu istifadə edə bilər. Yəni kompaniyalar istifadə edə bilər. Və bizə deyir ki, əgər siz bu banklarda free bir hesab açsanız, sizə 50 poundluq hədiyyə verəcək. Bu sadəcə Business Assist, yəni bu platformanın istifadəçiləri üçün keçərlidir. Ona görə də istəsəniz Barclays kimi, Revolt kimi İngiltərədə məşhur olan banklarda hesab aça bilərsiniz və sizə 50 dollarlıq ya da 50 poundluq cash reward verəcəklər. İndi isə davam edirik. Okay, burada bizim son olaraq ödəməli olduğumuz məbləği görəcəyik. Əgər illik olsa bu məbləğ 155 pound əvəzinə 120 pound olacaq. Biz hələ ki rubli davam edə bilərik. Aşağı enirik. Əgər bir promotion kodunuz varsa bunu buraya yaza bilərsiniz. Bu hissələri keçəndən sonra isə bunu da qəbul edəndən sonra proceed deyib ödəmə məlumatlarımızı yazıb ödəniş edərək şirkət adresini yeniləyə bilərik. Qısaca bilmiş oldunuz ki, əgər şirkətiniz varsa və şirkətinizin adresinin vaxtı bitibsə, onu necə yeniləmək olar? İndi isə gəlin digər yolla gedək. Yəni ki, İngiltərədə həm şirkət, həm də ki, adres satın alaq. Bu da bizim üçün daha sərfəli olacaq. Buradan yenə gəlirik bu hissəyə. Adresimizi seçirik. Abunə ol deyirik. Aşağı hissəyə gələndə yenə birinci seçimi olaraq saxlayıram. Yenə burada adımızı seçirik, məlumatlarımızı doldururuq. Şirkət kimin adına açılacaqsa, yenə buradan mailimizi verify edirik. Bura yenə kod gələcək. Həmin kodu yazmaq lazımdır. Okay, verify edəndən sonra burada şirkətimiz üçün bir ad seçməliyik. Məsəl üçün, okay, seçəndən sonra davam edirik. Yenə burada bizə əlavə xidmətləri göstərir. Bunu da keçirik. İndi isə buradan bank hissəsi var. Biz şirkəti yeni açdığımıza görə buradan birbaşa bank hesabı da alıb, məsəl üçün Barclays ya da Revolt kimi hesablardan ya da Monzo və sair Worldfish kimi bank hesabları alıb, pulsuz şəkildə hesabımızı açıb daha sonra o hesablardan istifadə edə bilərik. Biz daha çox Wise istifadə edirik, amma bu bank hesabları müxtəlif ölkələr üçün işləyir. Yəni heç bir problemi yoxdur. Bunun üçün sadəcə yes I want you to refer me sözünə basmanız yetərlidir. Bunu seçəndən sonra həmin hesablar bizim mailimizi və bizim adımızı, bizim şirkətimizi referans olaraq göstərəcək və artıq biz pulsuz şəkildə və endirimli, üstəlik hədiyyəli bir şəkildə o bank hesablarına qeydiyyatdan keçə biləcəyik. Belə, sonda yenə həminki qiyməti görürük. Burada yenə rubli hissəsini çevirsək, görəcəyik ki 38.87 pound bir ödəmə var və 50 pound da şirkət açma ödəməsi var. Rubli o deməkdir ki, biz hər rub bu ödənişi təzədən bura eləməliyik. Yəni adresimizi yeniləmək üçün hər rub bu ödənişi yenidən eləməliyik. Amma şirkət açma ödənişi sadəcə bir dəfəlik olan bir ödənişdir. Bunun üçün narahat olmağa ehtiyac yoxdur. Yenə bu hissələri təsdiqləyib, buranı da qəbul edib, son olaraq 88.87 pound ödəməklə həm şirkətimizi, həm də virtual adresimizi birbaşa əldə edə bilərik. Beləcə bu videoda Business Assist vasitəsilə, yəni bu platforma vasitəsilə çox sərfəli qiymətlərə, içində müxtəlif xidmətlərin olduğu və hədiyyəli təkliflərlə öz şirkət adresimizi necə yeniləyə bilərik və yaxud yenidən sıfırdan bir şirkət necə yarada bilərik, şirkət adresindən bir yerdə onu görmüş olduq. Hələ sözünüzə yaxşı baxın, növbəti videolarda görüşmək ümidi ilə. Əgər siz də bu saytdan yararlanmaq istəyirsinizsə, bu xidmətlərdən yararlanmaq istəyirsinizsə, saytın linkini açıqlama hissəsinə yerləşdirəcəm. Növbəti videolarda görüşərik. Hələlik.